müftə deyil, pulla da elə şey eləməyin, hə. Bunların atları da şeydir, balaca olur. Bizim Qarabağ atları. Gedik teleferiyə, gedik teleferiyə. Wow. Amma atana benzə mən piyada qalxaram ora. Belə qazanırıq, hə. Bunun şirinliyinə baxsanız, bunun şirinliyi. Və xanımlar və cənablar, burada Vyetnamın ən hündür nöqtəsi. Bir dənə buraların gözəlliyinə baxın, həqiqətən də çox, amma çox gözəldir. Salamlar, salamlar, salamlar. Əlimdəki kutkadan anlayacağımız üzrə soyuq yerlərə gedirik. Soyuq yer, ayda, aylar sonra mən əlimdə kutka geyim. Bugün hara gedirik? Bugün ümumiyyətlə haradayıq? Vyetnamda Sapadayıq, amma Vyetnamın ən hündür nöqtəsinə gedəcəyik bugün. Ən hündür nöqtəsinə. Haydi, çıxaq yola. Xışladım məni, xışladı. Evet, düzgün vaxtı gəlmişəm, yoxsa yox. Çünki gün ortadır. Saat 1'dir. Mən düzgün vaxt yoxsa yox, amma gəlmişəm, bir vaxt gəldim ki, biraz turist az olsun. Turistlərdən biraz qaçım. Əslində yatıb qalmışdım. Əslində yatıb qalmışdım, elə bir şey yox idi. 850 here. Okay, yes. 850 min. 850 min nə qədər edir ha? Tourist area would like to greet our valued customers. 850 min nə qədər edir? Təqribi bir 50 manat falan. Saat neçədir? Saat 1'ə qalıbdır. Həşin, gedək görün olur. Bax. Həqqadan alıram eləsən. Pul ödəmişik, hə, bala, müftə deyil, pulla da elə şey eləməyin, hə. Neyse, gedək. İndi buradan, bundan əvvəlki video baxanlar bilirlər də, o belə həsrətlə göstərirdim, buradan deyirdim ki, teleferik qalxır yuxarıya, kanat. Ben deyirik, o kanatla o yuxarıya qalxmağa. Görək, hara qədər gedir. Qız dedi ki, bəs oradan kanat yuxarıya qalxır, oradan da yuxarıya 1 kilometr var. Ona da istəsən piyada qalxarsan, istəsən əlavə ödəniş eləyərsən, görək, qalxaq şeydirsə piyada qalxaq, deyilsə ona da kanatdan qalxarıq. Bibilər, nə qayırırsınız bibilər? Salam bibilər. O bibilər də öyle ya. Biri bibiydi. Sən biri bibiymiş. Başdan da elə bağlıdır, elə bildim bibidilər. Bu nə eybəcər atdı. Bu nə eybəcər atdı. Heyf də öyle Qarabağ atı, heyf də öyle Qarabağ atı. Belə at olar, bap balaca. Bu deyəsən, yəni... Bunların atları da şeydir, balaca olur. Bizim Qarabağ atları çox belə şeydir. Əzəmətli görünür bizim Qarabağ atlar. Adamlar amma konkret iş görürlər, özüm ölüm. Yəni, bu boyda işi görməyə. Bu Sunworld. Onların da, bunlar hamısı buradakı hər şey, yəni bütün belə böyük şeylərin hamısı onlar tikibdir. Haydi gidik, haydi. Ay, paprus çəkmə burada. Paprus çəkmə burada bu. Aha, nə deyir? Cable car station. Düşürük aşağı, aşağıdan sola dönürük deyir. Yorulmayasın ay xanım, yorulmayasın. Bu qədər aşağı düşəcəksə nəyə qalxırdıq bura? Gedirsiniz siz? Gedin. Hello. Bunlar deyəsən qaydanlardır, artıq bunlar qayıdırlar. Ha, yaxşı oldu, gedən azdı, fikir versən. Salam əleykum, salam ay xanım, salam. Salam əleykum, salam. Yetərsiz, qadan aldı. Hə, bunlara bilet verməliyəm, mənə verməliyəm, hə, bileti verməliyəm. Getir. Sıfatıma, bitti. Aa, buradan. Hə. Gedik teleferiyə, gedik teleferiyə. Yenə kanata minəcəm. Çəkil kanatım, çəkil. Ha, qorxdum ya. Elə bildim heç buraxmayacaq. Çəkil kanata min. Vay, buradakı kanatlar daha böyükdür ya.
Çiğcək donatdakı bu qədər böyük deyildi heç. Sağ ol Aybal, sağ ol. Oydu, burada doğrudan bu boyda kanat olar ha. Çox böyüdü bu kanatları. Kanatdan içərdən də belə pislik gəlir. Deyəsən bizdən əvvəl. Bunun qapısını örtməyin, biraz hava vursun. Ayda. Bizdən əvvəlcə nə ediblər burada? Boğuldum. Çox boğuldum. Çox şey gəldi. Net getdik. Biz sürətdən. Kanat burada aşağıya düşür, aşağıdan qalxır. Birinci səfərdə belə kanata mindirəm mən. İlk dəfə də belə kanata mindirəm. Düşür aşağıya, aşağıdan qalxır. Ona bax. Wow. Çox qəribədir bu. Düşür aşağıya kanat. Bir də aşağıdan təzədən qalxır. Çox belə qəribə, çox gözəl mənzərəsi var. Amma yəni ürəyi zəif olanlar üçün, yəni qətiyyən məsləhət görə biləcəyim bir şey deyil. Yəni bu dəriyə baxın aşağıdan gedən. Wow. Saatıma belə bir xəbərdarlıq gəldi. Hal-hazırda çox yüksəkdə görünürsünüz. Dedim, biz elə həmişə yüksəkdə olmuşuz da qazanalım. Aşağıdakı ağaçlara bax. Nə qəşəngdir. Wow. O bir tərəfdə göstərəcəm. Böyük tərəfdə bax. Və gəldik çatdıq ən hündür nöqtəsinə. Burada artıq ətrafda heç nə görünmür. Hər tərəf dumandır. Elə mi soyuqda bunlar belə bürünübdülər? Elə soyuqda bura bunlar belə bürünüb. Hamısı. Elə soyuq idi. Elə soyuq idi. Yox. Soyuq da. Kurtkamı geyinim. Aşağı bir dənə dumanla var. Get. Hardandır? Fansipan Summit, Fansipan zirvəsi. Aha. Burada bu boyda şeyi tikmək də bir şeydir, bir məsələdir. Qardaş, bu boyda şeyi tikmək sənə zarafat gəlməsin. Buradan gedirdən. Burada bu boyda şeyi tikmək sənə zarafat gəlməsin. Yəni, qiyməti nə qədər qoysalar da, yəni, haqlarıdır. Yəni, dağın başında bu boyda iş görürdülər. Yəni, həqiqətən elə belə şey deyil, ha. Çox böyük bir şey, həqiqətən çox böyük bir şeydir. Aşağı minən məsələ. Ora ən hündür nöqtəsi olmalıdır. Qalxdıqca nəfəs almaq həqiqətən çətinləşir. Eləyim də aşağı yuxarı bizim Şahdağda hansı ilə deyim? Heydərliyev zirvəsi. Heydərliyev zirvəsi ilə demək olar ki, eynidir. Qəşəng. Yəni o civarlarda 3661 falan. Bunu deyirdi aşağıda qız ki, istəsən buradan kanatdan da qalxa bilərsən. İstəsən piyada da qalxa bilərsən.
cả các ngày trừ ngày thứ 3 hàng tuần. Kính mời Qalxaq yuxarı. hành trình tham quan Burada. Gəl belə eləyək, kanatdan qalxaq, riêng điện này düşəndə piyada düşək. tăng hùng vĩ. İkisini də yoxlayaq da, görək necə olur. Piyada düşək, neçədir? Çox baha olmasa qalxarıq. Neçədir? Neçədir ki bu? Pansipan. Bahaymış. 10 manat. 10 manat ona verirəm, mən piyada qalxaram ora. Belə qazanırıq. 10 manat ona verirəm, piyada qalxaram. Hər yerin içindən yemək yeri var. Hər yerdə deyirlər ki, yemək yeyin. Valla, harda keçirsə bir yemək yeri var. Belə bilsəniz, boğuldum hə. Keçirsən hər yerə, bir yemək yeyin, sonra gedərsin. Bir yemək yeyin, bir yemək yeyin. Buda. Senin qalxsayım, Buda heykəlini görməyəcəkdim. Amma hələ də yəni belə bir ki film səhnəsindəsən də, yəni elə mistik bir görüntüsü var amma cavan oğlan qalxarıq, nə oldu ki? Qalxanlar bizdən artıqdır. Yəni dəyməz, bu yolcu 10 manat verməyə dəyməz. Onun üçün də elə ən salamatı piyada qalxmaqdır. Bura qədər daha gəldim. Çal aşıq, çal. Çal bir Budanın ruhu şadlansın, çal. Qalxaq. Bax bu tramvay bura qədər gəlir. Buradan olsa təzədən özün piyada qalxırsın. Travmaydı, tramvaydı o. Tramvay ol. Travması olan adamlara travmay deyirlər. Buna tramvay deyirlər. Qalxaq. Allah, bunun şirinliyinə bax. Bunun şirinliyinə bax sən, bunun şirinliyi. Həqiqətən də Avropa ilə bu cəhətdən Asiya çox ciddi şəkildə ayrılır. Avropada hansı uşağa yaxınlaşıb başın sığallayanda və yaxud da nəmi belə əzizləməyə çalışır. İndi bizdə Azərbaycanda biraz bizdə keçmişdən gələn bir şey də var. Yəni uşaq görəndə nə bilim üzündən öpürlər, başını sığallar falan. Avropada mənim uşağımı niyə öpürsən və yaxud da başını sığallayırsan. Asiyada elə deyil. Asiyada da bizdəki kimidir. Məsəl üçün bizdə hansısa uşağın üzündən gözündən öpəndə valideynlər deyir, ağzın şirin olsun. Bax burada da o söhbətdir, bax. Sağ ol zad deyirlər. Amma Avropada elə deyil. Gəldik, çatdıq yavaş-yavaş, artıq hündür. Və xanımlar və cənablar, burada Vyetnamın ən hündür nöqtəsi. Vyetnamın ən hündür nöqtəsi artıq buradır. Fansipan. Wow. Aşağıya bax hələ. Çox qəşəng deyil. Çox qəşəngdir. Bu nöqtə buralarda qoyubdular şeylərdən. Hətta Vyetnamın yox, bütün Indoçina'nın, Vyetnam olsun, nə bilim, Tayland olsun, Laos olsun, Kamboca olsun, hamısının ən hündür nöqtəsi bax bu Fansipandır. Artıq yəni saatlar irəliləyicə də dumandan ümumiyyətlə demək olar ki, heç nə görünməməyə başlayır. Belə. Burada gəldiyimizə görə artıq bir misyon daha tamamladım. Dediyim ki, bura Indoçina'nın, o bu nədir? Burada dediyim kimi Indoçina'nın ən hündür nöqtəsi hesab olunur. Kamboca, Laos, Vyetnam. Hamı gəlir qadan burada şəkilçi. Baya duman hara qalxdı? Dumanlı dağların başında durdum. Dumanlarla. Mən fikirləşirdim ki, günorta çıxaram, bura çatmayacam falan, amma kifayət qədər yəni vaxt qalır. Həqiqətən kifayət qədər vaxt qalır bura. Yəni
Mən neçə çıxdım? 1-in yarısı falan çıxdım. Yəni gəldim. 1-də buradaydım artıq. Yəni 2 saatdır buradayam. Və yəni kifayət qədər dediyim kimi vaxt qalır. Fanspanda gəzməyə çıxdım. Artıq günortadan sonra burada işlər işləyirlər. Belə. Heç nə, qayıda bilərik. Qaydaq. Axır ki, günəş biraz çıxdı. Aşağının bir dənə gözəlliyinə bax sən. Aşağının gözəlliyinə bax. Möhtəşəm bir gözəlliyi var aşağının. Həqiqətən çox gözəldir aşağılar. Wow. Bura əslində belə dediyim kimi piyada da qalxmaq mümkündür, amma çox uzun bir marşrutdur. Yəni çox qəşəngdir. Çox qəşəngdir ha. Bunu gözləyirdim bayaqdan da. Çünki duman hər tərəf tutmuşdu, heç nə görünmürdü. Amma indi artıq görünür. Buradakı cəmaət mənə deyir ki, sən bəxtindəndir. Normalda burada bu cür hava çox belə rastlanan bir şey deyil. Olsun da o qədər bəxtimiz. Olsun. Bunu da şeyə verərsən, o videonun üstünə verərsən. Çünki onsuz da səs eyni yerdən yazır da. Bir dənə vurala. Nəysə, getmək vaxtsız, yavaş-yavaş tərpənək. Dediyim kimi, bura gəlmək istəsəniz, kanatla qalxacaqsınızsa, böyük ehtimalla kanatla qalxacaqsınız. 3 saat falan tam bəs eləyər. Burada bir çox məbəd də var. Yəni, çox məbəd var burada. Yəni, təbii ki, bu məbədləri mən gəzəsi deyiləm. Mən artıq bilmirəm. Məna ifadə edirəm, o qədər çox məbəd görmüşük ki. Yəni, bizim köhnə videolar, hələ tikirlər, gözünüzdə nə qədər tikirsiniz. Bizim köhnə videoları izləyənlər bilirlər. Yəni, o qədər məbəd görmüşük ki artıq. Yəni, buradakilər bir məna ifadə eləmir. Onsuz da hamısı da yeni məbədlərdir. Yəni, onun üçün də buranın elə ən önəmli, ən maraqlı yeri elə zirvədir. Zirvəni də gördüyümüzə görə geri qayıda bilərik. Amma təbii ki, yəni bura gəlib, belə deyim, bir həftəlik, 10 günlük turistik səyahət eləyənlər var ki, yəni o mənim kimi səyahət eləmirdi, o da. Mən 7 aydır buradayam. Onlar daha bir həftə gəlir, 10 gün gəlir, hər şey görmək istəyir. Təbii ki, onlar bu məbədləri də gəzə bilərlər. Yəni onlar üçün maraqlı ola bilər o məbədlər. İndi buradan düşdə. Qalxandan çox düşəndə yoruluram, eyvallah. Getdik. Bax, bu yerini yaş eləmişsiniz axı. Biri sürüksən olacaq. Amma yenə deyirəm, çox qəşəng havada gəldim Fanspana. Yəni, çox qəşəng havada gəldim. Bu gün əslində yatıb qalmışdım. Fikirləşdim ki, gəlimmi, gəlməyimmi. Sonra dedim, gedim, nə olar. Sabah bəlkə bundan da pis hava oldu. Gəldim, kifayət qədər də vaxt qaldı. Demək, bura üçün ayrı da bir dənə kanat var. O da inşaat malları daşıyır. Görürsünüz, oradan da ayrı bir kanat. O da inşaat malları daşıyır. Orada bir dənə məbəd var. Getmədim o məbədə. Birbaşa mən qalxdım zirvəyə. Artıq mən maraqlı deyil, artıq məbəd deyil. Vallahi maraqlı olmur. Bir nöqtədən sonra adam məbəd falan görmək istəmir. Hayır, burada heç adam yoxdur. Bomboşdur buralar. Ən salamat vaxtdır. Amma birdə çıxırsan, gəlirsən bura. Vallahi. Çünki bura gün olmadığı üçün, yəni gün təpəyə döymədiyi üçün də burada rahat olur. Yəni gəzmək falan. Hər yerə deyirdim, məsəl üçün, yəni gündüz vaxtı getməyin. Adam çox olur. Amma burada gündüz vaxtı gündüz deməyək də, saat neçədə hal-hazırda 4-də qalıbdı. Bu nəzərə alın ki, bu kanat saat 5-in yarısı bağlanır. 4-də kanat bağlanır. Düşdüm aşağı. Gəlib burada yatmaqdır da. Nə bilim, neçədir bura? 8 dəqiqəsi 20 min. Əslində ucuzdur, yəni 8 dəqiqəsi 1 manat 20 qəpik. Amma yəni konkret çox gözəl bir biznesdir. Yəni düşəndə bura ilə düşürsən, qalxanda bura ilə qalxırsan ki, yəni onsuz acırsan, yemək yeyəsən. Gəlirsən burada mətbəxin içərisindən keçirdirlər ki, yemək. Bir tikə çörək yeməmiş hara gedirsən, gəbir otur çörəyimizi ye. Əssalam, gedə bilərik.
Dediğim kimi 4'ə qədər olur bura. Ondan sonra finito. Onun üçün də saat 1-də gəlib elə 4-də sonuzu ilə buradan gedə bilərsiniz. Aha. Buna mı minir? Yayda. Buradan cəmaatın qabağında oturmayaq. Mədəniyyətsizlik olmasın da belə. Getdik. Çox gözəldir. Artıq çatırıq. Elə videonu da burada yekunlaşdırım. Deyirəm ki, xoşunuza gələn bir video oldu. Deyirəm ki, mənim üçün maraqlı bir gün idi. Onu sizə yansıda bildiyimə ümid edirəm. Yeni şeylərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə. Sağ olun.